Ağalarlı Toğrul Daşqınoğlu 31 yanvar 1995-ci ildə Ağsu rayonunun Ağalar-bəyli kəndində anadan olub. Azərbaycan ordusunun əskəri olan Toğrul Ağalarlı 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 7-sində Suqovuşan döyüşləri zamanı şəhid olub, Ağsu rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Toğrul Ağalarlı ölümündən sonra Vətən uğrunda medalı, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin digər 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən Toğrul Ağalarlı ölümündən sonra Xocavəndin azad olunmasına görə medalı ilə təltif edildi.